Bəzən elə olur ki, heç bir səbəb olmadan yorğunluq, yüngül ağrı, nəfəs darlığı və ya təzyiq dalğalanması yaşayırıq. Çoxumuz bunu nəzərə almırıq, amma ürək və damar sistemi bədənimizin sükut içində işləyən mühərrikidir. Onu güclü saxlamaq həm uzunömürlülük, həm də gündəlik rahatlıq üçün çox vacibdir. Bu gün sizə ürəyi və damarları qoruyan 7 təbii qidadan danışacağam. Bunların bəzilərini çox az adam tanıyır, amma təsiri həqiqətən güclüdür. Videonu sona qədər izləsəniz, bəlkə də həyatınızda hər gün istifadə edə biləcəyiniz çox sadə, amma çox faydalı qidalar öyrənəcəksiniz. Əgər bu cür faydalı məlumatların davamını görmək istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və dəstəyinizi göstərin. Sizcə, bu qidalardan hansı sizə daha çox təsir edəcək? Rəylərdə fikrinizi yazmağınız bizim üçün çox dəyərlidir. Avokado, ürəyi qoruyan təbii yağ mənbəyi. Avokado son illər daha çox tanınsa da, onun ürək və damar sağlamlığı üçün bu qədər güclü təsirə malik olduğunu çox adam bilmir. Avokadonun tərkibində bədəni qoruyan təbii yağlar var. Bu yağlar damarların iç divarını yumşaldır, onları elastik saxlayır və qanın daha rahat hərəkət etməsinə kömək edir. Bu həm təzyiqin normada qalmasına, həm də ürəyin daha az yorulmasına şərait yaradır. Avokadonun tərkibi bədəni sakitləşdirən maddələrlə də zəngindir. Bu maddələr damarların gərginliyini azaldır və qandakı pis yağların yığılmasının qarşısını alır. Bu damar tıxanması riskini aşağı salır və bədəni daha enerjili saxlayır. Ən yaxşı nəticə üçün avokadonu səhər yeməyinə əlavə etmək olar. Çörək üzərinə nazik sürtülmüş avokado və bir neçə damcı limon suyu həm doyumludur, həm də ürək üçün güclü dəstəkdir. Salatlara avokado doğramaq da çox faydalıdır. Çünki çiğ halda istifadə edildikdə təsiri daha güclü olur. Sadə görünən bu meyvə əslində ürəyin təhlükəsizlik qalxanıdır və daimi istifadə edildikdə bədəni içəridən yeniləyir. Chia toxumu. Damarları gücləndirən kiçik, amma çox güclü toxum. Chia toxumu görünüşcə kiçik olsa da, ürək və damar sağlamlığı üçün inanılmaz təsirə malikdir. Onun tərkibində bədəni qoruyan təbii yağlar və liflər var. Bu maddələr qandakı artıq yağların yığılmasının qarşısını alır və damar divarlarını möhkəmləndirir. Nəticədə qanın axıcılığı yaxşılaşır və təzyiqin daha stabil qalmasına kömək edir. Chia toxumu xüsusilə gün ərzində yorğunluq yaşayan insanlar üçün faydalıdır. O, bədəni uzun müddət enerjili saxlayır və qan şəkərinin sürətli dəyişməsinin qarşısını alır. Bu da həm ürəyə, həm də beyinə əlavə yük düşməsinə mane olur. Chia toxumunu ən yaxşı səhərlər istifadə etməkdir. Bir stəkan qatığa və ya südə bir çay qaşığı chia əlavə etdikdə həm doyumluluq artır, həm də damarların işinə müsbət təsir göstərir. Ayrıca, chia toxumu suyu yaxşı saxlayır və bədəni gün ərzində nəmli saxlamağa kömək edir. Bu xüsusiyyətdə damarların sərtləşməsinin qarşısını alır. Kiçik görünməsinə baxmayaraq, chia toxumu ürək və damar sistemi üçün əsl gizli gücdür. Daimi istifadə zamanı həm təzyiqi sabitləşdirir, həm də damarları daha sağlam saxlayır. Qara şokolad 70% artı. Damarları açan təbii güc. Qara şokoladın tərkibindəki faydalı maddələr ürək və damar sağlamlığı üçün çox əhəmiyyətlidir. Xüsusilə tərkibi 70% və daha yüksək kakao olan şokolad damarların genişlənməsinə kömək edir və qandakı axıcılığı artırır. Bu, təzyiqin normallaşmasına və ürəyin daha rahat işləməsinə şərait yaradır. Qara şokolad həm də bədənin sakitləşməsinə təsir edir. Gündə az miqdarda qəbul edildikdə damar divarlarını yumşaldır və damarların içindəki gərginliyi azaldır. Bu da həm baş ağrılarının azalmasına, həm də bədənin daha yüngül hiss etməsinə səbəb olur. Ən yaxşısı, qara şokoladı kiçik porsiya ilə istifadə etməkdir. Gündə 1-2 parça kifayətdir. Bu, həm şirin istəyini qarşılayır, həm də ürək üçün faydalıdır. Maraqlı fakt odur ki, qara şokoladda olan bəzi təbii maddələr qandakı pis yağların azalmasına kömək edir və damarların iç divarında yığılan zərərli hissəciklərin qarşısını alır. Bu, uzun müddətli istifadə zamanı damar sağlamlığını ciddi şəkildə yaxşılaşdırır. Sadə görünən bir şokolad parçası əslində damarları rahatlaşdırır, ürəyi gücləndirir və bədəni enerjili saxlayır. Kətan toxumu ürəyi qoruyan ən güclü gizli resept. Kətan toxumu, yəni zəgərd, illərdir istifadə olunsa da, çox adam onun ürək və damar sağlamlığı üçün bu qədər təsirli olduğunu bilmir. Bu toxumun ən böyük xüsusiyyəti tərkibindəki faydalı yağlardır. Bu yağlar damar divarlarını yumşaldır, qanın daha rahat hərəkət etməsinə imkan yaradır və təzyiqin stabil qalmasına kömək edir. Kətan toxumu həm də bədəni zərərli maddələrdən təmizləyən liflərlə zəngindir. Bu liflər qandakı pis yağların yığılmasının qarşısını alır və damarların tıxanma riskini azaldır. Müntəzəm istifadə zamanı damarların elastikliyi artır və ürəyin üzərinə düşən yük azalır. Kətan toxumunun ən yaxşı istifadəsi üyüdülmüş formada olandır. Səhərlər qatığa, smuzilərə və ya yulafın üzərinə bir çay qaşığı əlavə etmək kifayətdir. Bu həm doyumluluğu artırır, həm də bədənə güclü dəstək verir. Sadə görünən bu toxum əslində ürəyi qoruyan gizli silah kimidir. Onu davamlı istifadə etdikcə həm enerjin artır, həm də ürək-damar sistemi daha güclü işləməyə başlayır. Qaynamış noxud. Damarları təmizləyən sadə, amma güclü qida. Qaynamış noxud çox sadə görünür,
amma ürək və damar sistemi üçün əsl möcüzəvi təsirə malikdir. Noxudun tərkibi bədəni qoruyan bitki zulalları və liflərlə zəngindir. Bu liflər qandakı artıq yağların azalmasına kömək edir və damarların içindəki zərərli maddələrin toplanmasının qarşısını alır. Nəticədə qan daha rahat hərəkət edir və ürəyin işi yüngülləşir. Qaynamış noxud həmçinin enerjini uzun müddət stabil saxlayır. Bədəndə şəkər səviyyəsinin tez-tez yüksəlməsinin qarşısını alır. Bu da həm ürəyə, həm damar sisteminə, həm də beyin fəaliyyətinə müsbət təsir göstərir. Noxudun ən yaxşı xüsusiyyəti isə ondadır ki, çox ucuz və hər kəs üçün əlçatandır. Yeməklərdə, salatlarda və ya sadəcə azacıq duzla qaynadılmış formada istifadə oluna bilər. Bu qida həm toxluq hissi verir, həm də bədəni içərdən gücləndirir. Daimi şəkildə istifadə edildikdə qaynamış noxud damarları təmizləyir, təzyiqi sabitləşdirir və bədənin ümumi gücünü artırır. Sadə bir məhsul olsa da, orqanizm üçün çox dəyərli dəstəkdir. Sardina – ürəyi gücləndirən ən əlçatan omega mənbəyi. Sardina balığı tərkibinə görə ürək və damar sağlamlığını qoruyan ən güclü qidalardan biridir. Onun ən böyük üstünlüyü isə bahalı olmaması və həm təzə, həm də konserv formasının hər yerdə tapılmasıdır. Sardinanın tərkibində olan təbii yağlar damar divarlarını yumşaldır, qanın daha rahat axmasına imkan yaradır və təzyiqin stabil qalmasına kömək edir. Bu həm ürəyin daha az yorulmasına, həm də damarların elastik qalmasına səbəb olur. Sardina həm də bədəni sakitləşdirən və iltihabı azaldan maddələrlə zəngindir. Gün ərzində yorğunluq, gərginlik və təzyiq oynayırsa, həftədə bir neçə dəfə sardina yemək bu vəziyyəti yüngülləşdirə bilər. Onun tərkibi ürək ritmini dəstəkləyir, qan dövranını yaxşılaşdırır və bədənə uzun müddətli enerji verir. Sardinanı sobada bişirmək, salatlara əlavə etmək və ya sadəcə bir neçə damcı limonla qəbul etmək kifayətdir. Hər porsiyası ürək üçün güclü qoruyucu təsir göstərir və damarların sağlam qalmasına kömək edir. Sadə və ucuz bir qida olsa da, sardina bədəni içərdən yeniləyən və ürəyi uzun müddət qoruyan çox dəyərli bir mənbədir. Qırmızı küncüt – damar divarını möhkəmləndirən güclü toxum. Qırmızı küncüt az tanınan, amma ürək və damar sağlamlığı üçün ən təsirli təbii qidalardan biridir. Onun tərkibində bədəni qoruyan faydalı yağlar və minerallar var. Bu maddələr damar divarlarını gücləndirir və onların elastikliyini artırır. Damarlar nə qədər elastik olarsa, təzyiq də bir o qədər stabil qalır və ürək daha rahat işləyir. Qırmızı küncütün ən mühüm xüsusiyyətlərindən biri də bədəndə iltihabı azaltmasıdır. Bu həm damarların içinə düşən yükü azaldır, həm də qanın daha rahat axmasına kömək edir. Daimi şəkildə istifadə olunduqda damarların yığılması və tıxanması riski azalır. Qırmızı küncütü qızardılmış formada istifadə etmək daha faydalıdır. Qızardıqda həm dadı artır, həm də tərkibindəki faydalı yağlar daha aktiv hala gəlir. Onu salatların üzərinə səpmək, səhər yeməyinə əlavə etmək və ya yulafla birlikdə istifadə etmək çox rahatdır. Sadə, amma çox güclü təsirə malik olan qırmızı küncüt ürək damar sisteminə sakitlik, balans və güc verir. Hər gün az miqdarda belə qəbul edildikdə bədənin energetik vəziyyətini yaxşılaşdırır və ürəyi uzun müddət qoruyur. Gördüyünüz kimi, bəzən ən bahalı dərmanlar deyil. Təbiətin bizə verdiyi sadə və az tanınan qidalar ürək və damarlarımızı qorumaqda ən güclü rol oynayır. Bu 7 qidanı gündəlik qidalanmanıza kiçik miqdarda əlavə etsəniz belə, bədəninizin yüngülləşdiyini, enerjinizin artdığını və təzyiqinizin daha stabil qaldığını zamanla hiss edəcəksiniz. Unutmayın, ürək bədənimizin ən sakit, amma ən çox çalışan orqanıdır. Ona nə qədər yaxşı baxsaq, həyatınız bir o qədər rahat və sağlam olur. Əgər bu videodan faydalandınızsa, kanala abunə olun, videonu bəyənin və dəstəyinizi göstərin. İndi isə sizdən soruşmaq istəyirəm. Bu qidalardan hansını ilk növbədə sınamaq istəyirsiniz? Rəylərdə yazın. Sizin fikirləriniz həm bizə, həm də digər izləyicilərə yol göstərəcək.